Bugün mənim doğum günümdür. Nə mən, nə də bugün anadan olan hər kəs öz doğum gününü qeyd edə bilmir. Çünki 22 il öncə Sovet ordusu Bakıya girdi. Bu günü matəm günü kimi qeyd edənlər də var, qəhrəmanlıq günü kimi ananlar da. Obyektiv TV'nin Xalq nə deyir verilişi bu ilin ilk buraxılışını Azərbaycanın qan yaddaşına əsr edir. Atamın dostundur, onun da qardaşı ölübdür, o da adı eyibdir, indi gəlmişik onun üstünə, qəbrinin üstünə gül qoyuq. Bütün şəhidlərə, burada uyuyan bütün şəhidlərə qəni-qəni rəhmət diləyirik Allahdan. Allah hamısının ruhunu şad eləsin. Onlar öz məzarlarında rahat yatsınlar ki, biz indiki dövrün gəncləri olaraq onların qoyub getdiyi torpaqları inşallah Allahın tezliyi ilə biz geri qaytaracaq. Onlar ruhları şad olsun. Allah rəhmət eləsin. Bəsdir bu qədər biz ağladıq, bəsdir biz bu qədər inildədik. Qoy Azərbaycan xalqı başını uca tutsun. Həmişə fəxr eləsin ki, onun belə torpağı uğrunda şəhid olan övladları olub. Biz qələbəmizi gözləyirik. Bugünü biz tariximizdən heç vaxt çıxartmarıq. Nə qədər Azərbaycan var, nə qədər bizim dövlətimiz güclüdür, bu günümüzü bu şəhidlərin qisasını alacağıq və bu şəhidlərin qisasını yerdə qoymayacağıq. 20 yanvar bizim üçün matəm günüdür. Bizim azadlığımızın təməl qoyulan günüdür 20 yanvar. Yanvar bizim üçün əslində bir iftixar günü kimi mən onu qeyd edirəm. Əlbəttə, düzdür, acı xatirələr çoxdur. Mən Allaha inanan bir adamam. Əslində buranı mən Məkkə bilirəm. Bizim böyük insanlar hamısı burada and içməlidir, əməllərinə, işlərinə, dövlətçiliyinə xidmət üçün. Bax, buranı baxıb yad eləməlidir. 20 yanvar şəhidlər xəmərmiş mənim iftixar mənbəyimdir. 20 yanvar bizim qəhrəmanlıq günü adlanır. Unudula bilərmi o gecəki səhnələr? Bağlanmışdı Bakının qolları əsir kimi. Tankların tırtılında qan püskürdü sinələr. Cəsədlər tapdalandı qanlı bir həsir kimi. Yağının qəsdi buydu sustursun haqq deyəni. Mərhəmət qına girdi, mərmi həddini aşdı. Gözlərindən qan damır doğan müdhiş səhərin. Yerə sərlənlərin qana batıb saçları. Nəfəsi qan qoxuyur nəşəli qatillərin. Güllələyir yol boyu evləri, ağaçları. Bakının bir mərmidir qəzəbi ürəyində. Şəhidləri köksünə baş qoyan bir anadır. Tankların izi qalır üzündə, biləyində. Yaralı qardaş bacı, sevgili yan yanadır. Bizim həm azadlığımız günüdür, həm də bizim şəhidlərimizin ölən günüdür. Biz onlarla fəxr edirik. 20 yanvar günü Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsidir. 20 yanvar Azərbaycan xalqının müstəqilliyə can atmasıdır. 20 yanvar mən də içində olmalıyam. 19 yanvarda sağ qalmış adamlardan biriyəm. Sovet qoşunlarının, öz Sovet hakimiyyətinin öz əhalisinə amansız təcavüzüdür. Və təbii ki, bu ömür boyu bizim xalqın yaddaşından silinməməlidir. Yəqin də silinməyəcək. Allah ölənlərimizə rəhmət eləsin. Yəni, günə-gün bizə müharibə olsa, yəni ki, canımızdan keçməyə hazırıq. Gədəbəy rayonundan gəlmişim şəhidlər xiyabanına, onları yad eləməyə. Allah rəhmət eləsin. Gədəbəylərlə gəlmişik, Allah rəhmət eləsin, sağ olun. Var olun. Biz ikimiz də 20 yanvar 50-yik. O günlərin 50-ləriyik. 20 yanvar hadisələrində məni hərbi zirehli maşından tank vurub. Şəhidlərimizə Allah rəhmət eləsin, xalqımıza Allah səbir yox, dəyanətdə olaq, erməni daşnaqlarını torpağımızdan qovaq. Amin. Bizə səbir lazım deyil. Şəhidlər vətəndaşı, yurdun vətəndaşıdır. Şəhidlər azadlığın uca heykəl daşıdır.
Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır. Şəhidlərin yolunu heç zaman bağlamazlar. Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar.